Survivor 2026-nı daha bir iştirakçı tərk edib. Bu dəfə reytinq layihəni müğənni Doğuş tərk edib. O, məşhurlar komandasında yarışırdı. İfaçı yarışma zamanı həyat yoldaşı Xoşqədəm Baxşəliyevadan aldığı məktubla təsirli anlar yaşamışdı. Xatırladaq ki, bu sənətçinin Survivor'da ikinci iştirakı idi. Doğuş 2012-ci ildə də sözügedən layihəyə qatılıb. Avtobusda cibgirlik edən şəxs tutulub. Xətai rayonunda sərnişin avtobusunda bir nəfərin içərisində qızıl zinət əşyaları və bank kartı olan pul kisəsi uğurlanıb. Xətai rayon polis idarəsinin 37-ci polis şöbəsinin əməkdaşlarından keçirdikləri tədbirlər nəticəsində cibgirlik etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 58 yaşlı Pünhan Umudov müəyyən illərə saxlanılıb. Həmin şəxs uğurladığı qızıl zinət əşyalarını 730 manata satdığını, bank kartı ilə isə marketlərdə 9 manatlıq alış-veriş etdiyini bildirib. Araşdırmalar davam etdirilir.